إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Ve insan ömrünün anlarını, vaxtlarını faydalı, mənfəətli keçirmək. Müsəlman da öz həyatına dəyər verməsi və bu vaxtları bacardığı qədər Allaha ibadətdə keçirməyin zəruri olması və xüsusən də gənclik illəri, gənc, cavan insan xeyir əməllərdə yarışmağa tələsməsi və əgər boş vaxtısa, boşluqdursa bundan faydalı istifadə etmək. Və insan həyatı Allah Teala'nın insana verdiyi böyük nemətlərdəndir. Və həyat insanın dünya və axirətdə ya ucalmasının səbəbidir, ya da ki alçalmasının səbəbidir. Və bu həyatın, bu zamanın əhatə etdiyi uca işlərə görə Allah Teala Qur'anda zamana, vaxta və vaxtın hissələrini and içmişdir. Allah Teala fəcrə and içir, duhaya and içir, əsrə and içir, şəfəqə and içir. Və Allah Teala bütövlükdə zamana and içir, gecəsi və gündüzü ilə bərabər. Leyl surəsində buyurur: "Vəl-leyli idə yağşə", and olsun bürməkdə olan gecəyə. "Vən-nəhəri idə təcəllə", və and olsun açılmaqda olan gündüzə. Və bu zamanı, vaxtı da dəyişən Allah Teala'dır. Zülmət olur, sonra hava açılır, işıqlanır və yaxud da əksi və bununla da insanların qəlbi ayılsın və bu vaxtı, bu həyatı, bu ömrü Allaha ibadətlə təmir etsinlər deyə. Allah Teala Furqan surəsində buyurur: "Və huvellezî cealel-leylə ven-nehâra xilfə", gecəni və gündüzü bir-birini əvəz edən olaraq yaradan Allah Teala'dır. Və Allah Teala gecə və gündüzü yaradır, bir-birini dəyişir. Gecə gündüzü, gündüz gecəni dəyişir, əvəz edir. Və sonra Allah Teala buyurur: "Xilfətən limən əradə ən yəzzəkkərə əv əradə şükura", xatırlamaq, ibrət almaq istəyən üçün və yaxud da şükr etmək istəyən üçün. Yəni ola bilər insan gecə yorğundur, istirahət edir, gündüz fəaldır, ibadət edir, müxtəlif ibadətlər. Və yaxud da əksinə, gündüz yorğun olur, gecə ibadət edir. Və Allah Resulü sallallahu aleyhi və səlləm də hədisdə buyurur ki: "İhris alə mə yənfəukə", sənə fayda, mənfəət verənə həris ol. Yəni sən vaxtına, ömrünə, zamanına dəyər ver, salih əməllərlə. İnsana fayda verən də yaxşı işlərdir, salih əməllərdir. Və hər kəs də bilir ki, həyatın günləri sayılı, bəllidir. Yəni insanın həyatı, insan ömrü müəyyən günlər, müəyyən aylardan ibarətdir. Və sanki bu dünyada insan ana bətnindədir. Dünya həyatı elə bil ki, ana bətnidir. Necə ki, uşaq anasının bətnində 9 ay qalır və bu dünyada da insan sanki ana bətnindədir, lakin müddəti 9 ay deyil, 60-70 ildir və bunu keçənlər azdır və sonra bu dünyadan çıxaraq əbədi həyata qovuşur və orada da ya cənnətdir və yaxud da cəhənnəmdir, o da insanın əməllərinə görədir. Və əgər bir gün getdisə insanın ömrü naqisləşir.
Bir gün keçdisə elə bil ki, sənin həyatından bir hissəsini kəsib atdılar. Və bir hissə getdisə, o deməkdir ki, tam şəkildə həyat gedəcəkdir. İnsan həyatı dayanmır, naqisləşə gedir. Hər gün insan həyatından azalır. İbn-i Qayyim deyir ki, insan bu dünya həyatına qədəm qoyduqdan bəri Allaha tərəf, Rəbbinə tərəf müsafirdir. Və onun səfər müddəti də ona yazılan ömürdür. Və Allah Teala'nın insana verdiyi böyük nemətlərdən də salih əməllə yanaşı uzun ömür. Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, xayrun nasi men tala umruhu və hasuna ameluhu. İnsanların ən xeyirlisi ömrü uzun və əməli yaxşı olandır. Və Allah Resulü sallallahu aleyhi və səlləmin ömrü, onun həyatı, gecəsi və gündüzü hamısı Allah üçün idi, xeyirdə keçirdi. Və Allah Teala buyurur En'am surəsi 162-ci ayədə: "Qul inna salati və nusuki və mahyaya və mamati lillahi rabbil alamin." De, mənim namazım, qurbanım, yəni bütövlükdə ibadətim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Və Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmi və həmçinin onun səhabələrini tərifləyir ki, onlar öz vaxtlarını ibadətlə keçirdikləri üçün. Və Allah Teala Fəth surəsi 29-cu ayədə buyurur: Muhammedur Rasulullah. Muhammed Allahın Rəsulu, Allahın elçisidir. وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ. Və onunla beraber olanlar, yəni səhabələr haqqında Allah Teala deyir ki, onunla beraber olanlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhimlidirlər. Və bu da səhabələrin vəsfidir ki, onlar öz aralarında müsəlmanlara, möminlərə qarşı mərhəmətlidirlər. Və Allah Teala sonra onları vəsf edir. Və deyir ki, tərahum rukka'an succeden yabtaguna fadlan minallahi və ridvanen. Sən onları ruku edən, səcdə edən görərsən. Onlar Allah'tan lütf və razılıq umurlar. Simahum fi vucuhihim min athari sucud. Onların əlaməti üzlərindən, səcdə yerlərindən, səcdə izlərindəndir. Və sonra Allah Teala deyir ki, "Zalika mathaluhum fit-Tevra." Bu onların Tövratdakı misaldır. Və alimlər deyir ki, Allah Teala sahabeləri yaratmamışdan əvvəl Tövratda onları vəsf edir və onları tərifləyir. Və həmçinin İncildə də və məsəluhum fil İncil və Allah Teala deyir ki, İncildə onların misalı və sonra onları Allah Teala vəsf edir. Yəni səhabələrin fəzilətindən xəbər verir ki, Allah Teala onları yaratmamışdan, onlar hələ dünyaya gəlməmişdən əvvəl Tövratda və İncildə Allah Teala onları tərifləyir. Və Əbu Bakr radiyallahu anh'a rivayet olunan sözlərdən o deyir ki, Allah Teala üçün elə əməllər var ki, gündüz, gecə Allah onları qəbul etməz. Və elə əməllər var ki, gecə olunur, gündüz qəbul olunmaz. Elə əməllər var ki, insan gündüz edir, oruc kimi. Ki Allah Teala onu ancaq gündüz yerinə yetirəndə qəbul edir. Və elə əməl də var ki, ancaq gecə yerinə yetirilirsə Allah Teala onu insandan qəbul edir. Və keçmiş salih müsəlmanlar da öz ömürlərini, öz həyatlarını dəyərləndirirdilər və öz vaxtlarını Allah Teala'nın razı qaldığı işlərlə doldurur, təmin edirdilər. Həsən el-Basri deyir ki, mən elə cəmaat, elə qövmlər gördüm ki, onlar siz dinar və dirhəmə hərisliyinizdən vaxtlarına daha şiddətli həris idilər. Və hər kəs də görür ki, artıq il yarı oldu. Yəni il başlayır və bir də görürsən ki, artıq yarı oldu. Və sonra növbəti il gəlir. Və beləcə ömür gedir. İnsan həyatı sürətlə əcələ tərəf yaxınlaşır. Və bu vaxtları da insan dəyərləndirməlidir. Və xüsusən də əgər boş vaxtlar gəlirsə, yay tətili kimi misal üçün. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, iki nemət var ki,
bu ikisi barəsində insanların çoxu məğbundur. Sağlamlıq və bir də əl-fəraq. Fəraq boşluqdur. Fəraq boşluqdur, yəni həm boş vaxt, həm insanın fikirlərinin boş olması, düşüncələrinin boş olması, qəlbinin boş olması. Yəni insan, bir var ki, insan subaydı, cavandı, çox məşğul eləyən fikirlər yoxdur. Artıq evləndiyi, müəyyən iş sahibi oldusa əgər, artıq onu məşğul edən işlər çoxalır. Və ondan əvvəl bu boşluğundan istifadə etməlidir. Və həmçinin boş vaxt. Ola bilər insan tətildədir və yaxud da müəyyən səbəblərdən, yəni o qədər də məşğul edən bir şey yoxdursa, bu boşluqdan istifadə etməlidir. Və ikincisi sağlamlıqdır ki, insanların çoxu Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yəni bu ikisinə qarşı məğbundurlar. Məğbun nədir? Məğbun aldanan insana deyilir. Ticarətdə aldanıbsa məğbun sayılır. Qabın, yəni insanın ticarətdə şiddətli uduzmasına deyilir. Ki, ucuz, dəyərsiz bir şeyi həddən ziyadə baha əgər alıbsa, bu məğbun insandır. Və yaxud da çox dəyərli, çox bahalı bir şeydir, olduqca ucuz qiymətə satıbsa, məğbun insandır. Misal üçün, bu qızılın qiyməti 1 milyondur, satıb 100 manata və bilməyib sonradan başa düşür ki, məğbun, uduzmuşdur. Və yaxud da bunun qiyməti 100 manatdır, insan alıb 1 milyona. Yəni şiddətli şəkildə ticarəti uduzmağa fərqin çox olmasına görə məğbun, qabın deyilir. Və Allah Teala Təğabun surəsində, Təğabun bu sözdən, qabın sözündən, qarşılıqlı aldanma ki, insanlar qiyamət günü dünyada, dünya həyatında aldandıqlarını başa düşəcəklər. Və Allah Teala buyurur ki, dəlikə yevmut təğabun və budur Təğabun günü. İnsanların aldanma, qarşılıqlı aldanma, hansı ki, dünyada ikən insan Allaha əgər ibadətə səhlənkardırsa, günahlara tərəf gedirsə və yaxud da Allahdan uzaq durursa, müəyyən dünyavi şəhvətlərinə görə və qiyamət günü olduqda insan başa düşəcək ki, nələri uduzmuşdur. Cənnəti, Allahın rəhmətini, Allahın neymətlərini görəndə, dünya ilə müqayisə olunmayacaq dərəcədə olduğunu başa düşəndə insan anlayacaq ki, dünyada ikən fürsəti qaçırıb və nələri uduzmuşdur. Ki, əbədi həyat, tükənməz neymətlər, dünya həyatı isə müvəqqəti və ötəri neymətlər. İnsan əbədi həyatı əlindən çıxararaq müvəqqəti az olan bir dünya həyatını üstün tutmuşdur. Və bəzi alimlər də bu ayədən fayda olaraq deyirlər ki, dünyada qabın yoxdur. Yəni, dünyada o dərəcədə uduzma yoxdur. Nə qədər insan uduzsa da, nə qədər bahalı bir şeyi, özünün mülkünü ucuz satsa da və yaxud da nə qədər dəyərsiz bir şey, nə qədər baha qiymətə alsa da, yenə də məğbun sayılmır axirətə baxanda. Qiyamət gününə baxanda yenə də qabın sayılmır. İbn Battal rəhməhullah deyir ki, bu hədisdən fayda olaraq ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, insanların çoxu məğbun, uduzmuşdur. Deməli, deyir ki, sağlamlıq və bu boşluq, bu boş vaxt, insanın fikirlərinin, məşğuliyyətinin az olması, bu ikisindən faydalanan, bu ikisindən faydalanmağa müvəffəq olanlar azdır. Sağlamlıq və bir də boşluq. Çox vaxt insan xəstələnəndə yadına düşür. Kaş ki, filan şey eləyərdim, kaş ki, belə eləyərdim, sağlam olsa belə olardım, ayağa dura bilsəm belə eləyərdim. Və yaxud da boşluq. İnsan artıq məşğuliyyət gəlir, müəyyən şirkətdə işləyir, məşğuldur və yaxud da ailə, uşaq və s. Onda heyfslənir. Deyir, kaş ki, belə oxuyardım, kaş ki, belə edərdim. Və insanın da bu həyatını dəyərləndirdiyi, həyatını faydalı keçirdiyi və vaxt sərf etdiyi, ömrünü sərf etdiyi ən xeyirli işlərdən də birisi Allah Teala'nın kitabını oxumaq, əzbərləmək, təkrarlamaq, onunla məşğul olmaq
ve Allah'ın kitabıyla yoldaşlıq etmək. Və Qur'an çox dəyərli, bahalı bir xəzinədir. Qur'anla yoldaşlıq etmək olduqca böyük qazanc verən ticarətdir. Uqbə ibn Ammar deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə tərəf çıxdı və dedi ki, sizdən hansı istəyər hər gün səhər Buthan tərəfə və yaxud da Aqiq tərəfə getsin və oradan iki böyük, əzəmətli, belində böyük hörgücü olan iki dəvə ilə gəlsin. Heç bir günah və qohumluq əlaqələri kəsmədən, heç bir günah olmadan və qohumlarla əlaqə kəsmədən. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm sual verir və dünyavi insanların müşahidə etdiyi maddi şeyi misal çəkir ki, hansı ki insan bunu, bu maddi şeylər, dünyavi gördüyümüz şeylər misal çəkiləndə mənəvi şeylər bizə çatır. Və sual verdiyi ki, sizdən hansınız istəyər? Səhər çıxsın, geçsin Buthan filan tərəfə və oradan iki böyük, belində hörgücü olan, əzəmətli iki dəvə ilə gəlsin. Yəni gedir, gətirir. Heç bir günah eləmədən, qohumlarla əlaqə kəsmədən sanki ona hədiyyə verilir. Və dedi ki, ya Rasulallah, biz bunu istəyərik. Və həmçinin bizə də sual versələr ki, sizdən kim istəyər? Səhər evindən çıxsın, filan yerə getsin, hər gün get, sənə iki dənə dəvə verəcəklər. Heç iki dəvə olmasın, iki toyuq da versələr razılaşarıq. Hər birimiz. Çünki insan dünya, o maddiyyata bağlantısı vardır. Dünyaya sevgi var. Və dünya nağdı görsənir qarşısında. Və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əfələ yağdu əhadukum iləl məscidi. Sizdən birisi məscidə səhər gedib və orada iki ayə oxuyar və ya iki ayə öyrənərsə Allahın kitabından. Bu onun üçün iki dəvədən daha xeyirlidir. Üçündən daha xeyirlidir. Dördü onun üçün dördündən daha xeyirlidir. Və ayələrin sayına görə dəvələrdən xeyirlidir. Və kim də Qur'anı əzbərləmək, Qur'anı hifz etməyə nail olarsa, o insan şərəflənər, hörmətlənər. Kim Qur'anı tilavət edərsə izzətli olar. Kim Qur'ana yaxınlaşarsa əzəmətlənər. Qur'anla yoldaşlıq edən insan hörmətli, əzəmətli insan olur. Və insanın, qulun cənnətdə mənziləsi, yeri onun oxuduğu son ayəyə qədərdir. Və bu hədisdən də alimlər deyir ki, cənnətdəki dərəcələr insanın əzbərlədiyi ayələrin sayı qədərdir. Nə qədər çoxdursa bir o qədər də dərəcəsi yüksəlir. Necə ki, hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm bildirmişdir ki, qiyamət günü kimə deyiləcək? Qur'an sahibinə, yəni Qur'ana baxana yox, Qur'anı açıb oxuyub örtən və yaxud da Qur'anı evində saxlayan, Qur'anı büküb, parçaya büküb, tozunu silib, şkafda saxlayan ona yox. Yəni Qur'an sahibinə deyiləcək. Qur'an sahibi kimdir? Ərəb dilində sahib, yəni yanından ayrılmayan, yoldaşlıq edən, daim onunla yoldaş olana deyilir. Qur'an sahibinə deyiləcək ki, oxu, yüksəl və dünyada oxuduğun kimi aram-aram, tərtillə oxu, necə ki dünyada oxuyurdun və sənin son mənzilin, son dərəcən axırıncı oxuduğun ayəyə qədərdir. Və xüsusən də fitnələr vaxtı, yəni şübhə və şəhvətlərin qapılarının açıldığı bir zamanda Allahın kitabından yapışmaq bizə daha vacib olur. Allahın kitabından tutmaq, Allahın kitabına yaxın olmaq bizə daha vacib olur. Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, mən sizdə iki şey tərk etdim ki, ondan sonra heç vaxt azmazsınız. Yəni ondan yapışsanız və onlardan da birisi Allahın kitabıdır. Və ikincisi isə Peyğəmbər sallallahu aleyhi və səlləmin yolu, sünnəsi, hədislər.
və insanın Allahın kitabından bərk tutması və həmçinin hədislərlə yaşaması insanın dünyada qorunmasına səbəbdir. Fitnələr vaxtı, azdırıcı fitnələrin, şəhvət və şübhələrin dalğalandığı bir vaxtda insanın qorunması, dində sabit qalması üçün böyük səbəbdir. Və həmçinin Allah Teala nə qədər insan Allahın dinini öyrənməyə səy edirsə, bir o qədər Allah onu ucaldır. Mücadilə surəsində Allah Teala buyurur: "Yerfa'illahu allazina amanu minkum vellazina utul ilme dərəcət." Allah sizdən iman gətirənləri və xüsusən də elm verilənləri dərəcələrlə yüksəldir. Allah Teala insanın dərəcəsini yüksəldir, ucaldır. Nə vaxt ki insan iman gətirər və bir də Allah Teala'nın dinini, Qur'anı və hədisləri öyrənməyə qalxarsa. Və bununla insan dünyada və həmçinin axirətdə də ucalığı, yüksəkliyi olur. Və həmçinin vaxtı, bu ömrü faydalı keçirmək üçün, dəyərləndirmək üçün əməllərdən valideynlərə itaət, valideynlərə yaxşılıq etmək. Və kim valideynlərinə yaxşılıq edərsə, o insan həyatda səadət tapar. Valideynlərə yaxşılıq etmək xoşbəxtlikdir. Və onlara yaxın olmaq müvəffəqiyyətdir. Və İsa aleyhissalam haqqında Allah Teala deyir ki, İsa peyğəmbər körpəykən danışır, beşikdəykən və deyir ki, وَبَرَّمْ بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا Allah məni anama qarşı yaxşı itaətkar etmişdir və məni lovğa, təkəbbürlü, zalim və bədbəxt etməmişdir. İbn Kəsir deyir ki, kim valideynlərinə yaxşılıq edərsə, o insan təvazökar və xoşbəxt insan olar. Və ağıllı övlad da valideynlərinə sevinc daxil etməyə çalışır. Vaxt tapan kimi valideynlərini sevindirməyə çalışır. Onlara fərəh, sevinc verən işlər görməyə çalışır. Yəni, valideynlərə sadəcə maddi dəstək kifayət eləmir. Ola bilər, insan maddi dəstək verir, malından xərcləyir, lakin dili acıdır. Və yaxud da qaşqabaqlı, ata-anası ilə qaşqabaqlı rastlaşır. Onları görəndə qaşqabaqlıdır. Üzündən zəhirmar yağır. Və həmçinin yaxşı əməllərdən qohumlarla əlaqəni bərkitmək. Qohumluq əlaqələri Allah Teala'nın razı qaldığı işlərdəndir. İnsanın ömrünü artırır və insanın ruzisinə bərəkət verir. Malı, mülkü artır və Allah Teala insanın vaxtına bərəkət verir. Və qohumlarla əlaqə qurmaq insanlar, qohumlar arasında əlaqəni yaxşılaşdırır, yaxınlaşdırır və həmçinin gözəl əxlaqları izhar edir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumlarla əlaqə qursun. Və ümumiyyətlə, insan xeyir əməllərdə öndə getməyə çalışmalıdır. Bildiyi nə xeyir əməllər varsa, yaxşı işlər. Həsən Bəsri deyir ki, əgər görsən insanlar xeyir əməl edirlər, sən onlarla yarış. Və bu işdə də yaxşı yoldaş, salih insan olduqca mühümdür. Yaxşı işə insanın salih yoldaşı onu xeyir əmələ sövq edir. Yaxşı yoldaş, salih yoldaş şər qapılarını insana bağlayır. İtaətə rəğbətləndirir. Və salih yoldaş zəruri bir şeydir. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem yoldaşı, dostu Əbu Bakr idi. Hansı ki, birlikdə bərabər hicrət edir. Və bir burada sələflərdən fayda kimi əsər var. Vahb bin Var deyir ki, bir kişi gəlir Vahb bin Münəbbihin yanına və deyir ki, mən fikirləşirəm ki, insanlara qarışmayayım.
insanlardan uzaq durum. Nə fikirləşsən, nə düşünürsən? Yəni belə bir şey eləmək istəyirəm ki, insanlardan uzaqlaşım. Və o deyir ki, eləmə. Deyir, mütləq, yəni sən də insanlara lazımsan, insanlar da sənə lazımdır. Deyir, sənin də onlara nəsə ehtiyacın var, onların da nəsə sənə ehtiyacı vardır. Lakin məsləhət görür. Çox əzəmətli, qızıl suyuna yazılası məsləhət. Lakin onların arasında kar və eşidən ol. Kör və görən ol, susan və danışan ol. Kar və eşidən. Yəni haramları dinləmə. Ancaq faydalı, mənfəətli şeylər dinlə. Kör ol, yəni haramlara baxma. Ancaq faydalı, icazəli olan şeylərə bax və bir də susan və danışan, yəni haram şeylər, batil söhbətlər, qeybət və s. danışma, yalnız faydalı söhbətlər et, ancaq faydalı danış. Və salih yoldaş da insan üçün olduqca mühümdür. Allah üçün yoldaşlıq etmək, Allah üçün bir-birini sevmək, necə ki, hədisdə gəlir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem buyurmuşdur. Yəni, Allah üçün bir-birini sevənlər qiyamət günü nurdan minbər üzərində olacaqlar. Onlara peyğəmbərlər, şəhidlər qibt edəcəkdir. Peyğəmbərlərin və şəhidlərin qibt elədiyi insanlar olacaq. Nurdan minbər üzərində. Amma pis yoldaş isə insanı şərrə dəvət edir. Xeyir yollarından çəkindirir və xeyir qapılarını sanki bağlayır. Və Allah Teala Furqan surəsində xəbər vermişdi ki, o gün qiyamət günü zalim insan iki əlini çeynəyəcək və deyəcək, kaş ki mən peyğəmbərlə bərabər yol tutaydım. Vay mənim halıma, kaş ki mən filan kəsi özümə dost tutmazdım. İbn Məsud deyir ki, sən bir kişini, bir insanı tanımaq istəyirsənsə, onun dostu, yoldaşına bax. Çünki hər kəs özünə uyğun, öz mislində olan insanla yoldaşlıq edir. Və burada saxlayaq. Allah Teala'dan istəyirəm ki, bizi eşidib, yaxşısına tabi olanlardan etsin. Allah sizə də bərəkət versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.